Yay aylarında təzə-təzə yeyilən bu möcüzə meyvənin qurusu soyuq qış aylarında dadımıza çatır. Çünki bu meyvənin qurusu təzə meyvədən heç də geri qalmır. Bugün sizə quru əncir və ondan hazırlanan çox faydalı reseptləri danışacağam. Çünki əncir qurusu çox dərdə dərmandır. Bu cür videoların davamını görmək istəyirsinizsə videonu sonacan izləyin, bəyənib abunə olun. Ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır. Quru əncirin tərkibində omega-3 və omega-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunur. Bu turşular sayəsində bizim ürək, qan damar sistemlərimiz mükəmməl işləyir. Beynimiz bu turşular sayəsində çalışır. Bu meyvənin qurusu özəlliklə soyuq havalarda daha effektivdir. Quru əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuq dəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində bəlğəmli öskürək zamanı çox faydalıdır. 2 su stəkanı çiy südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar. Əncirli süd qarışımı həmçinin boğaz ağrısının da birəbir dərmanıdır. Bunun üçün 2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır. Əgər siz süd içə bilmirsinizsə, gün ərzində 3 ədəd qurudulmuş əncir yeyin. Tərkibindəki vitaminlər orqanizmi kalsium, fosforla təmin edir. Quru əncir malik olduğu kalium ilə təzyiqi stabilləşdirir. Təzyiqin qəfil qalxma riski varsa, rasiona quru əncir daxil edilməlidir. Daha çox liflə zəngin olduğundan mədə-bağırsaq traktının fəaliyyətini nizamlayır. Quru əncir toxluq hissi yaradır və arıqlamaq istəyənlər ürəklə yeyə bilərlər. Qocalmanı ləngidir, hüceyrələrin inkişafına kömək edir. Alzheimer riskini aşağı salır, yaddaşı gücləndirir. Qanı artırır və sümük iliyində istehsal edilir. Əncir qurusu sümük iliyində aktivlik yaradır. Əncir qurusunu qaynadıb suyunu içmək aybaşı pozulmalarının qarşısını alır. Yumurtaların vaxtında yetişməsini təmin edir. Hamilə qalmağa kömək edir. Həm yumurtanın yetişməsində, həm də yumurtanın böyüməsində funksional olan əncir qurusu sonsuzluğun dərmanlarından sayılır. Gənc analarda südü və enerjini artırır. Əncir qurusu kişilərdə cinsi aktivliyi artırır, spermanın keyfiyyətini yüksəldir. Xüsusilə spermatozoiddəki struktur anomaliyalar zamanı əncir qurusu ən təbii dərman vasitəsi kimi köməyə çatır. Əncir qurusu suyunun hazırlanma qaydası. 9 ədəd əncir qurusunu soyuq su ilə yaxşı yuyun. Sonra bir qaba qoyun, üstünə yarım litr qaynar su tökün, 5-7 dəqiqə vam odda qaynadın. Həmin suyu ilıq halda için. 3 yerə bölüb hər dəfə yeməkdən 15 dəqiqə əvvəl bir qismini içə bilərsiniz. Əncir suyunu 21 gün için, sonra 7 gün fasilə verib təkrar 21 gün için. Yəni, bir müalicə kursunun müddəti 42 gündür. Bu videoda bu qədər izlədiyiniz üçün təşəkkürlər.